sözlərin axarlı və axarsız olduğunu bilmək. Bu müəllimə konseptual deyil də məncə. Bəli, göllər fakt olaraq necə olur? Yəni axırlı və axırsız olur. Onu biliriksə bu nədir? Konseptual deyil, faktolojidir. Elə uyğunluq burada 27-də edə pozulubdur. Düzdür. Şagird atası ilə dialoq zamanı bildirir ki, fransız dili fənnində KSG zamanı suallardan yalnız ikisini sinif yazaraq 86 bal almışdı. Səhvlərini təhlil edərkən müəyyənləşdirmişdir ki, sualı da, cavabları da sonadək tam oxumadığından vacib məqamlar gözündən yayılıb. Bu situasiyada şagird bilinin hansı növünə sahib olduğunu müəyyən etdirir. Yəni şagird özü üzərindədir də müəllimə, bu metakognitiv. Bəli, özü öz səhvini başa düşür, bilirsə metakognitivdir. Düzdür. Deməli, deklarativ bilik haqqında deyilənlərdən hansı doğrudur? Deklarativ, deməli, hər hansı bir sahəni anlamaq üçün lazım olan əsas elementləri əhatə edir. Yəni, bu elə doğrudur da, müəllimə, olduğu kimi də, yəni nə element varsa, olduğu kimi. Donub bizdə, donub görmürük. Mən görmürəm. Donub, bircə dəqiqə. Mən testdən oxuyuram. Bircə dəqiqə qayıdıram geri. Yenidən açam. İndi gördünüz Elmina müəllim. Bəli, müəllimə, düzəldi. Deməli, 29 idi müəllimə. A bəndi. Deklarativ bilik haqqında, yəni burada alıdır da, müəllimə, elementləri olduğu kimi də, yəni. Deyiriksə, bəli, A bəndidir. 30-da oxu. Mənim şagirdlər instinkt düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirməyi tapşırır. Yəni, burada ayrılır da müəllimə, fərqləndirirsə, konseptualdır, yəqin ki. Bəli, bir-birindən fərqləndirirsə, deməli, konseptual bilikdir. Konseptualdır, düzdür. Səriyyəz müəllim oxu 31-dən. Doğru fikri müəyyənləşdirin. Cümləni statik təhlil edir. Təhlil edir, bilik, sanın qüvvəti. Təhlil olanda hansı idi dedik? Təhlil sözü varsa, proseslərdən keçir. Hansı bilik olacaq? Prosedural bilikdir mənim o səhvdir. Deməli, bu yanlışdır. Sağlam ekoloji mühiti insan fəaliyyətində rolunu izah edir. Oxu. İzah edirsə, bu metodologiyadır. Bu səhvdir, hə müəllim? Öz sözü. İzah edirsə dedim hansıdır, izah etmə hansında var? İzah etmə burada prosedural bilikdir. Yox, izah edirik. Anladığımız kimi, başa düşdüyümüz kimi izah edirik. Konseptual? Konseptual. Düzdür. C. Hansı fikir yanlışdır? Prosedural bilik tətbiq etmə mərhələsində əlaqəli olur. Tətbiq etmə. Sən hansında səndir? C bəndini oxudun ki? Nə müəllim? Sən burada oxumadın axım 31-də. 31-də bizə doğru fikri müəyyənləşdirmək lazımdır. Burada metakognitiv yazıbdır. B bəndi yanlışdır axım. Ardın oxumadın. Verilənlər arasında Edirnə müqaviləsi ayrılır. Səsləri bağlayın. Səriyyəz mənim telefonu yəqin yerə qoymusan. Telefon qabını çıxart əlində. Mənim telefonla deyil, bayağı beni gəldi səslər. Kimdə bağlıdırsa, açıqdırsa bağlasın. Oxu indi. Verilənlər arasında Edirnə müqaviləsinə aid olan müddialar tapır. Spesifik bilik. Bu səhvdir mənim. Deyir, verilənlər arasında Edirnə müqaviləsinə aid olan müddialar hansıdırsa onu göstərir, tapır. Olduğu kimidir. Spesifik bilik, yəni ki, faktoloji bilikdir elə. Biliyin növlərinin mövzusunu atmışdım, Səriyyəz müəllim. Qulaq asmamısan yəqin. Yox, qulaq asmışam mən, bəzən spesifik elə bu doğru cavabımızdır. 32-ni oxu.
Hansı fikrin yanlışdır? Prosedural bilik tətbiq etmə mərhələsi ilə də əlaqəli olur. Tətbiq etmə mərhələsi. Bu düzdür müəllim. Ay sağ ol, düzdür. Mövzu ilə bağlı konseptual biliyə malik olmaqla şagird əsas hökuməti kilsələrini fərqləndirə bilir. Bu düzdür müəllim. Bu da düzdür, düzdür. Qafiyənin nə olduğunu bilmək faktoloji bilikdir. Qafiyənin nə olduğunu bilmək düzdür müəllim. Düzdür. Hı. Metakognitiv bilik digər biliklərə nisbət daha yüksəkdir. Bu da düzdür müəllim. Hə. İndi İnsandakı bioloji proseslərin gedişini izah edə bilmək biqarardır. Bu səhvdir müəllim. izah etmək nə idi? Konseptual bilikdir. Ay sağ ol, yadında qaldı indi? İzah etmək görəndə nə götürəsən? Konseptualdır. İzah sözün gördünsə, konseptualdır. 33-ə bax. Sual nümunələrindən biri faktoloji biliyin yoxlanılması xidmət etmir. Faktoloji, yəni ki, faktoloji bilik deyil. Biri. Ağac üzərində qrafikaya nə deyilir? Rusiyada həddən nə vasitələr edildi? Bax, Mənim öz sözüm özünə faydadan verildim. indi sən çıx, yenidən daxil ol. Oxumayan qalıbdır burada biliyin növün. Sizmi? Hə, indi daxil oldun, hə. Sənin telefonda nəsə problem var. Sual nümunələrində biri faktoloji biliyin yoxlanılmasına xidmət etmir. Ağac üzərindəki qrafikaya nə deyilir? Nə deyilirsə onu deyəsən, yadına salıb xatırlayasın. Bu faktoloji. Ay sağ ol, faktolojidir də, nədirsə odur. Nə deyilirsə onu deyəsən. Rusiyada təhkimçilik nə vaxt ləğv edildi? Bu da mən düz deyil. Düzdür, hə də bu da düz deyil deyəndə bu faktolojidir. Bunu götürmürük, bunu da götürmürük. Rus sənətkarlığının ən böyük mərkəzi haradır? Haradırsa onu xatırlayaraq deyəsən. Bu da müəllim Faktolojidir. yoxun deyil. Hə. Poltava döyüşü neçinci ildə baş verib? Neçənci ildə? Bu da müəllim düz deyil. Ay sağ ol, bu da faktolojidir. Y variant informasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm? Mən budur müəllim. Ay sağ ol. Bu artıq başqadır. 34-ə bax. Hansı sual konseptual biliyi yoxlayır? Amerika qitəsi hansı yarımkürəsində yerləşir? Bu yox. Nə üçün Lənkəranda suyun qaynama temperaturu Lerikə görə daha yüksəkdir? Mən budur da müəllim fərqləndirici üçün. Fərqləndiririk burada. İkisinin arasında fərqin deyiriksə, bu konseptualdır anladığımız kimi. 35-i də oxu. Hansı fikir yanlışdır? Prosedural bilik əsas tətbiq etmə mərhələsi ilə əlaqəli olur. Bu düzdür müəllim. Prosedural bilik, bəli. Bu düzdür, bu getdi. Konseptual bilik şagirdə cümləni baş və ikinci dərəcəli üzvlərə ayırmaq xidmət edir. Bu düzdür müəllim. Bu da ya. Deyir ki, konseptual bilik şagirdin cümlənin baş və ikinci dərəcə üzvlərini ayırmağa xidmət edir. Sonra C-ni də oxu. Spesifik bilik faktoloji biliyin bir növüdür. Hə. Növüdür, bu düzdür. Metakognitive oxu. Metakognitiv bilik konseptual biliyə nisbətən daha üst səviyyədə yer ala düzdür mənim bu. Bu da düzdür. Eyni də oxu. Ayrı-ayrı faktoloji bilik arasında əlaqə yaratmaq konseptual biliyə aiddir. Bu düzdür mən bu da. Düzdür. Bax, deyir ki, konseptual bilik şagirdə cümlənin baş və ikinci dərəcəli üzvləri ayırmağa. Burada baş üzvlə cümlənin ikinci dərəcəli üzvlərin birlikdə ayrılası nəsə var ki? Ayrı-ayrı verilir. Əlaqə yaratmır ki, mənim ikisi arasında. Yox, əlaqə yaratmır. Baş cümləni bir verirlər, ikinci dərəcəli də bir də. Bu faktdır. Sadəcə olaraq onlar ayrı-ayrı verilir də burada. Əlaqə fərqin demir ki, denən. Burada fərqin desən, onda götürərdin konseptual. Sadəcə bunlar ilə ayrı gedir. Baş da ayrıdır, ikinci dərəcəli üzvlər də ayrı-ayrı verilibdir. Cavab olur, yanlış olan B bəndi. Oxumayan qalmayıbsa keçək, deməli, fəaliyyətin növünə.
Hə, oxuyun. Birincidən başda Aygün müəllimə oxu. 5-5 oxuyun. Doğru fikri müəyyənləşdirin. İdraki taksonomiya təlim prosesinin yalnız elmi səviyyədə planlaşdırılmasına xidmət edir. İdraki taksonomiya. İdraki taksonomiya deyil, Yanlış. prosesin elmi səviyyədə, bəli, bu yanlışdır, bu getdi. İdraki taksonomiya bir-birindən asılı olmayan, bir-biriyle əlaqəli olmayan mərhələlərdən ibarətdir. Bu da yanlışdır, bir-birinə əlaqəlidir. Bəli. İdrak taksonomiyasının bütün sahələrini eyni anda, eyni səviyyədə inkişaf etdirmək mümkündür. Yox, mümkün deyil, yanlış budur. Bəli. O deyir ki, idraki taksonomiyanın deməli bütün mərhələlərini, sahələrini eyni anda, eyni səviyyədə inkişaf etdirmək mümkündür. Bu da yanlışdır. Bizə doğru lazımdır. İdrak taksonomiyası idrak fəaliyyətinin müxtəlif səviyyədə üzrə təfəkkürün müxtəlif növlərinin inkişafına imkan yaradır. Hə. Müxtəlif səviyyədə üzrə təfəkkürün müxtəlif inkişafı. Doğru cavab budur, müəllim. D bəndi, idraki bəli. Bax, burada deyir ki, təlim prosesi yalnız idrakdə də elmi səviyyədə planlaşdırılmasına. Axın bizdə təkcə elmi deyil, dəyərləndirmə də aparacağıq burada, yaratmaq da var, özümüzdən yeni fikir də deyəcəyik. Yəni, olduğu kimi deməyəcəyik də burada. Bu, yanlış fikirdir. B bəndində də deyir ki, bir-biri ilə asılı olmayan, əslindən bir-biri ilə asılıdır. Faktoloji, belə deyək, xatırlayırıq, xatırladığımızı, yəni, anladığımız kimi, baxdıqlarımıza, faktlara, anladığımız kimi cavab veririk, anlamaq. Dərsi anlamalıyıq axım. Bu anlamaqdır, yəni əlaqəlidir. Anladıqdan sonra onu tətbiq edirik, tətbiq etdikdən sonra təhlil, sonra dəyərləndirmə aparırıq, yəni burada. Sonra yeni fikrimiz varsa onu da ortaya qoyuruq. Yəni bir-biri ilə əlaqəlidir, amma yazıb ki, əlaqəli deyil. C-də də deyir ki, idraki taksonomiyasının bütün sahələrini eyni anda, eyni səviyyədə inkişaf etdirmək mümkündür. Xeyr, bu da yanlışdır. Hə, amma D-yə bax, deyir, idrak taksonomiyası idraki fəaliyyətin müxtəlif səviyyələri üzrə təfəkkürün müxtəlif növlərinin inkişafına, bəli, müxtəlif növlərini təfəkkürün inkişafına imkan yaradır da. Burada xatırlamağa da imkan yaradır, sonra anlamağımıza da imkan yaradır, dəyərləndirməyimizdir, qiymətləndirməyimizdir. Bunların hamısına imkan yaratmış olur. D bəndi doğrudur. E-də nə deyibdir? İdraki taksonomiyasının yaratmaq mərhələsini formalaşdırmaq üçün şagirdin yuxarı siniflərə, xeyr, şagirdləri ilə məhz az yaşlı olandan başlamalıdırlar bunu. Onun yaşı yoxdur. 2-yə baxırıq. Affektiv sahə ilə bağlı hansı fikir yanlışdır? Affektiv sahənin inkişafı idraki sahə ilə bağlı deyil. Bu sahə şəkildə ayrıca formalaşdırılmalıdır. Affektiv sahə emosional sahədir. Bəli, qəbul etmə, cavab vermə. Biz bunları qəbul etməsək, anlamasaq, yəni cavab verməsək olmur axım. Biz faktlar, yəni xatırlama olursa, məsəl üçün, hər hansısa bir informasiyadısa, buna cavab vermək üçün anlamağımız lazımdır. Ona görə hər ikisi formalaşmalıdır. Düzdür, ayrıca necə formalaşdırmaq olar? Bəli, informasiyadır verirəm, sən də qəbul etməlisən. Burada affektiv sahən işə düşür, emosiyaların işə düşür. Bu qəbul etmə olur. Elə cavab deməli, yanlış olan hansıdır? Hə, elə yanlış olan A bəndidir. Bundan çox sual salıblar, müəllimlər. Bunu diqqətlə işləyin. 3-ə bax. Müəllim oyun xəmirindən heyvan fiqurları düzəldən zaman çətinlik çəkən şahidlərə yaxınlaşıb fiqurun bir hissəsini özü düzəldərək hərəkətlərin ardıcıllığını şahidlərə nümayiş etdirir. Bundan sonra şahidlər fiqurları düzəltməyə çalışırlar. Bu zaman şahidlərdə psixomotor sahənin hansı mərhələsi inkişaf etdirilir? İmitasiyada baxıb edir. Ay sağ ol. Hərəkətlərə baxaraq ediriksə imitasiyadır. Bax, Səriyyəz müəllim, fiziki tərbiyədə ən çox bundan düşəcəkdir. Hərəkətlərə baxırsan, sonra hər hansısa bir hərəkətləri, belə deyək də, təlimata baxırsan, ən çox psixomotor fiziki tərbiyə gedir. Bundan salırlar sual, yadınızda qalsın. 4-ə baxırıq, Aygün müəllim. Yanlış fikri müəyyənləşdirin. İdrak taksonomiyası təlim məhdudlarını müəyyənləşdirməyə xidmət edir.
Bu doğrudur. Hə, düzdür. İdrak taksonomiyası üzrə şagirdin təfəkkürünü inkişaf etdirmək üçün Sadə. sadədən mürəkkəbə doğru idraki fəaliyyəti formalaşdırmaq lazımdır. Hə. Bu da doğru. Ay sağ ol. Sadədən mürəkkəbə doğru, düzdür. 4. İdraki sahənin mərhələləri müxtəlif səviyyədə inkişaf etdirmək mümkündür. Müxtəlif səviyyədə, bu da doğrudur. Düzdür, müxtəlifdir, düzdür. İdrak taksonomiyasına əsasən şagird üçün müxtəlif çətinlik dərəcəli qiymətləndirmə vasitələri hazırlanır. Müxtəlif sözü demişəm Bu da görəndə doğru. nədir? Doğrudur, bəli. Doğrudur. Aşağı sinif şagirdlər idrak sahəsini yaratmaq mənasına uyğun tapşırıqlar vermək səmərəsizdir. Yanlış bu. Ay sağ ol. Dedik axı, yaşın belə deyək də əhəmiyyəti yoxdur, elə lap aşağı yaşdan başlanılmalıdır. Hə, sonra 5-i də oxu. Səriyəz müəllim, səndə başqa telefon var, o dərsi oxuyana qədər linki at, ona yönəldib onunla daxil olasan. Sən sual... Yox, deyim, mən evdə deyiləm. Hə, indi bax səsin biraz yaxşı deyiləm. Yaxşı, onda diqqətlə qulaq as, öz səsini bağla. Sual şərəsinin yerinə uyğun gələni müəyyənləşdirin. Şagird xarici dildə cizgi filmə baxır, bunun dinləyib anlamasının əhəmiyyətli olduğunu anlayır. Şagird mətni oxuduqdan sonra ümumiləşdirmə aparmağın informasiyanın möhkəmləndirilməsi faydasını mühakimə edir. Burada dəyərləndirir də müəllim. Ay sağ ol. Şagird qiymətləndirmə və dəyərləndirmə aparırsa, deyilə dəyərləndirmə mərhələsidir. Oxuyur Sədaqət müəllim 6-dan başda. Deməli, yanlış fikri müəyyənləşdirin. İdrak taksonomiyası təlim məqsədlərinə uyğun qiymətləndirmə vasitəsilə tərtib etməyə imkan yaradır. Bu doğrudur. İdrak taksonomiyası şagirdlərin təfəkkürünü inkişaf etdirməyə şərait yaradır. Bu da doğrudur. Sonra idrak taksonomiyası təlim metodunu müəyyənləşdirməyə kömək edir. Müəyyənləşdirməyə kömək edir. Etmir. Kömək edir də. Mən bu kömək edir. Bəli, kömək edir. Təlim metodunu müəyyənləşdirməyə idrak taksonomiyası. Suallar hazırlayarkən oradan götürürük təlimimiz üçün. Fəaliyyətimiz üçün idrakdan istifadə edirik. Bəli, idrak taksonomiyasına əsasən hazırlanmış suallar şagirdin idraki fəaliyyət səviyyəsini müəyyənləşdirməyə imkan yaradır. Bu da doğrudur. Bəli. Dedik ki, idrak taksonomiyasının əsas məqsədi şagirdə tənqidi formalaşdırmaq. Bu yanlışdır da. Təkcə tənqidi təfəkkürü formalaşdırmır axı. Bəli, şagirddə təkcə tənqidi deyil, yaradıcı, dəyərləndirmək, bir çoxlarını formalaşdırır. 7-yə bax. Sonra müəllim şagirdlərə İstanbul mühafizəçiləri cizgi filminə baxmağı, obrazların müsbət xüsusiyyətlərini müəyyənləşdirməyi istəyir. Deməli, daha sonra onlara sizcə paytaxtımızın mühafizə... Hə, buyur. Deməli, bizdə paytaxtımızın bu mühafizəçilərə ehtiyacı varmı? Sualını ünvanlayır və müzakirə təşkil edir. Verilmiş tapşırığa əsasən inteqrasiyanın birliyin növünü və idraki sahəni müəyyən edilir. Hə, burada nə edəcəyik? Burada hansı olacaqdır? Konseptual bilik var. Hə, konseptual var, anlamaq, düzdür. İnteqrasiya. Sonra inteqrasiyadan deməli İstanbul cizgi film baxmağı obrazlarını müəyyənləşdirməkdə ehtiyacı varmı? Orada cizgi filmə baxırdı, uşaq yəqin ki fənnidə olar da burada. Ay sağ ol, elə bunu gözləyirdim deyəsən. Bax, burada heç bir məktəbdən öncə kənara çıxıbdı. Bunu həyatda tətbiq edir, düzdür? Cizgi filminə baxmağı və obrazların müsbət xüsusiyyətlərini müəyyənləşdirməyi. Uşaq artıq buna evdə baxacaq. Bunu müəllim tapşırıb uşağa. Deməli, bu artıq hansıdır? Fənüstü inteqrasiyadır. Düzdür. Anlamaq var konseptual olaraq. Bir də deyir ki, daha sonra... Bəli.
Onlar deyir ki, sizcə paytaxtımızın bu cür mühafizəçilərə ehtiyacı varmı? Bizim öz fikrimizi soruşuqda Ay sağ ol. Buna dəyərləndirmək istəyir. neyinəcəyik? Fikrimizi əsaslandıracağıq. Argumentlər gətirəcəyiksə, bu dəyərləndirmə mərhələsidir. Düzdür? Cavab olur C. Fən üstü, konseptual və dəyərləndirmə. 8-ə baxırıq. Sonra müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Hə. Ev tapşırığı olaraq da hər bir şagird müxtəlif situasiyalar fikirləşərək etiketlərinin də düzgün ifadə olunduğunu təhnəcik hazırlayıb video çəkməlidir. Şagirdin biri evdə bacısı ilə bir yerdə həkim-xəstə dialoqu hazırlayır. Hə. Verilmiş tapşırıqda inteqrasiya, biliyin və idrak sahə mərhələsini müəyyən edir. Burada da fərqli inteqrasiya var da, gedir evdə yerinə yetirir. Bəli, məktəbdən çıxıbsa artıq avtomatik fən üstüdür. Fən üstünü götürdük. Sonra hansıdır bilik olaraq? İzah var. Bilik olaraq konsepsiyonal bilikdir. Düzdür. Bir də tətbiq etmək var da, oyun oynayırlar, tətbiq etmək. Bəli, həkim-xəstə onsuz da dialoqu var. Onu belə deyək, səhnəcik kimi hazırlayırıqsa, hər hansısa bir nümunədən götürüb hazırlayırıqsa, deməli bu tətbiqdir. Yox, yeni bir, hər hansısa olmayan bir səhnə hazırlasaydıq özümüzdən, onları da yaratmaq. Deməli olur fən üstü, konseptual və tətbiq etmə mərhələsi. 9-u oxu. Müəllim şagirdlərə payızın sonunda meşədə parkda ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalan bir təbəqə əmələ gətirdiyini görmüşsünüz. Bir müddətdən sonra onlardan əsərə tamamət qalmır deyir və bunun səbəbini izah etmələrini istəyir. Deməli, burada fənlər arası inteqrasiya var. Buna dedik ki, bəli, artıq bildik ki, sinif daxilindədirsə fənlər arası ya da fən daxili olacaq. Burada da fənlər arasıdır. Bəli, payızın sonunda meşədə parkda ağacların, tökülmüş yarpaqlarının, qurulmuş budaqlarını bir də burada artıq təsəvvür etsək də artıq sinifdə edirik. Sinifdən kənara çıxmırıq. Deməli, fənlər arası getdi. Baxın, elə görürsünüz müəllimlər, bu test kitabında veribdir də olduğu kimi. Əslində əvvəlcədən. Burada deməli fənlər arası götdük, sonra. Burada bitməsini istəyir, konseptuallardır, izahını istəyir. Ay, sağ ol. Bir də hansı? Bir də anlamaq olar. Anlayır ki, izah edə bilir. Bəli, deməli fənlər arası konseptual anlamaq. Cavabımız C bəndi. Ona bax. Aşağıdakilərdən biri anlamaq mərhələsinin sualı ola bilməz. Verilmiş sözləri hansı kateqoriyalar altında ümumiləşdirə bilərsə, ümumiləşdirmə varsa anlamaqdır. Düzdür. Sonra iki hökmdən oxşar və fərqli cəhətləri müəyyən etmək də anlamaq sayılar. Düzdür. Sonra verilmiş atılan sözü anladığımız kimi izah etmək, anladığımız kimi izah etmək də anlamaq. Düzdür, izah sözü var. Sonra verilmiş fikirlərə görə gəldiyin nəticəni əsaslanır. Deyir ki, verilmiş fikirlərə görə də, burada təhlil olar da, verilmiş fikirlərə görə. Bəli, təhlil verilmiş fikirlərə öz fikrin olsaydı, dəyərləndirmə olardı. Amma başqalarının fikirlərini görə əsaslandırırsansa, nümunələrə, faktlara görə əsaslandırırsansa, olur təhlil etmə. Təhlil. Ay, sağ ol. Deməli, cavab D bəndi. Sonra oxuyun, Sayal müəllim 11-dən başlayaraq. Şagirdlər şarlardan, şirə çöplərindən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Beləliklə, havanın ağciyərə daxil olmasını və oradan xaric edilməsini nümayiş etdirirlər. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü və idraki sahə mərhələsini müəyyənləşdirin. Burada indi tap görək hansı inteqrasiyadan istifadə edilir? Şarlardan, şirələrdən, amma sinifdə edirlər də bunu. Yox, sinifdə etmirlər. Sinifdən kənardadır. Bir də müəllimlər, burada fən arası bir söhbət yoxdur. Nə də ki, burada fən daxili yoxdur. Görürsünüz, şardır, şirə çöpüdür. Bu hardadır? Bunu tətbiq edirlər də, elə fən üstüdür, tətbiq edirlər. Bəli, fən üstüdür, şarlardır, şirə çöplərdir. Bunu artıq həyatda düzəldəcəklər də. Dərsdən kənardır. Müəllimə, burada məsəl üçün yazılmayıb da ki,
hardasa, indi elə ola bilər ki, çöpü sinifə də gətirib eləmək İndi olar. mən Ona sənə görə bir Ona şey görə deyim. deyirəm ki, bu sinifdə idi yoxsa evdədir, bunu harda Bax, edir? yazıyı Onlardan baxın ki, çox müəllim qaldım. təlimat verdi, sinifdə eləyin. Modelini hazırlayırlarsa artıq dərsdən sonra ediblər bunu. Məktəbdən kənarda. Şarlardır, Mənə şirək... səsiniz ki, Səsim gəlmir. indi gəl. Hə, bax burada deyir ki, şagirdlər şarlardan, şirə çöplərində, plastik su şüşələrindən istifadə edərək bunları harda tapdılar? Həyatda tapırlar da, bunları sinifdə tapmayacaqlar ki. Artıq bunu həm də ki, model hazırlayırlarsa, dərs prosesində bu model hazırlanmır, dərsdən kənarda hazırlanır. Hə, burada görsəniz, heç nə verməyibdir, artıq bu dərsdən kənardadır. İndi digər testimizə baxanda görəsiniz və orada xarici edilməsini nümayiş etdirirlər. Verilmiş tapşırığa əsasən, deməli, inteqrasiyanın biliyin və idraki sahəni müəyyənləşdirin. Bu avtomatik fən üstü, deməli, tətbiq etmək, bir də proseslərdən keçir də bunu düzəltmək, düzdür? Olur, prosedural bilik, fən üstü. İndi 12-ni oxu. Tətbiq edirəm. Ay, sağ ol. Bax, görürsünüz, Emina müəllim, burada belə deyək, heç bir sinif söhbəti yoxdur və yaxud da ki, fənlər yoxdur da. Burada biologiya dərsidir, ağciyərlə. Əslində belə deyək, deyə bilərsən ki, tətbiq etmə texnologiya ilə uyğunluq təşkil edir. Amma biz şarlardır, şirə çöpləridir, buna həm də model hazırlayırıq da, vaxt lazımdır. Bunu dərsdən sonra ev tapşırığı olaraq axı müəllim verir bizə. Uşaqlarınıza nə verir? Deyirlər, gedin nəsə düzəldin, gətirin. Düzdür, rəsmdən və yaxud texnologiyadan. Evdə düzəldib göndərirsiniz onu, yoxsa sinifdə düzəldirlər? Evdə düzəldirəm. İndi çoxdur da elə, uşaqlara nə qədər verirlər ki, hazırlayın, gətirin, plastirindən gedin nəsə hazırlayın və yaxud da ki, qutu hazırlayın, məktub qutusu hazırlayın, belə bir şeylər hazırlayın. Uşaq gəlir artıq evdə tətbiq edir. Bu artıq olur fən üstü inteqrasiya. Sadəcə olaraq müəllim bunu sinifdə şagirdlərə informasiyasını verir, şagird də bunu gəlib artıq evdə hazırlayırsa, bu fən üstüdür. 12-yə bax. Şagirdlər müxtəlif hündürlükdəki ərazilərdə temperatur dəyişməsini və orada yaşayan insanların həyat fəaliyyətini araşdırırlar. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növü müəyyənləşdirilir. Burada müəllimə fən daxili olur da, fənlər arası olur burada. Fən üstü olmur. Çünki niyə hündürlüklü əraziyə uşaq gedib çıxandır? Getmirdi, sinifdə buradan onu təsəvvür edirlər. Sadəcə olaraq sinifdə bunu temperatur dəyişməsi nədirsə, orada yaşayan insanların həyat fəaliyyətini araşdırma aparırlar. Araşdırma varsa dedim hansını fəaliyyət növü olaraq götürəcəyik? Konseptual. Konseptualdan əlavə bir də anlam. Hə, anlamaq, bəli. Artıq araşdırma harda görürsünüzsə anlamaq. Çünki uşağın anlamasının daha dərindən öyrənməsi üçün araşdırma aparılır. Bu daha dərindən öyrənməsini. Hə, indi 13-ə bax. Məktəbdə gigiyena ilə bağlı maarifləndirmə kampaniyası təşkil edilir. Şagirdlərdən biri gigiyena qəhrəmanı adlı obraz düşünür və şagirdlərin maarifləndirməsi üçün posterlər hazırlayırlar. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü və idraki sahənin mərhələsini müəyyənləşdirir. Hə. Burada artıq məktəbdə eləyir də, məktəbdə isə maarifləndirmə kampaniyası bax təşkil edilir uşaqlara. Maarifləndirdilər, uşaqlar getdilər. Sonra uşaq düşünüb bunu necə, harda eləyəcəkdi? Bu maarifləndirmə... Evdə. Ay, sağ ol. Gigiyena qəhrəmanı adlı obrazı düşünür və şagirdlərin maarifləndirilməsi üçün də posterləri evdə, məktəbdən kənarda hazırlayır. Deməli, fən üstü olur. Konseptlər bir də yaratma oldu, yeni bir şey yaradır. Ay, sağ ol, gigiyenadır. Maarifləndirməsini verdi, uşaq isə posterlərin evdə düzəltdi. 14. Şagird müəyyən bir ərazidə torpağın və orada yaşayan canlıların müxtəlifliyinə, təbii amillərin təsirini əsaslandırır. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü və idraki sahənin mərhələsini müəyyənləşdirir. Burada fənlər arasıdır. Ay, sağ ol, fənlər arasıdır, sonra.
Fənlər arası konseptualdır, bir də şeydir, təhlil edir, təhlil Bəli, etmək. təsirini əsaslandırır. Bax, əsaslandırırsa təsirini, deməli, təhlil etmədir. Əsaslandırma var. Bax, biri var əsaslandırma. Öz fikrimi əsaslandırıramsa, Bu arqumentlərlə, dəyərləndirmək olur. dəlillərlə, sübutlarla, bəli, fikirləri əsaslandırırıqsa, olur deməli dəyərləndirmə. Amma faktlar var, nümunələrlə əsaslandırıramsa, təhlil etmədir. D bəndi. 15-i də oxu. Sual cavabda aktiv iştirak edən şagirddə affektiv sahənin hansı mərhələsi iştirak edib? Bu cavab vermədi də üzrə. Bəli, üzrə qəbul edir ki, sual cavabda iştirak edə bilir. Bəli, doğrudur. Elmina müəllim, oxu onu 16-dan sonra. 16-dan başla. Biraz görsənmə. Aşağıdakı tapşırıqlar idrak sahənin Mərhələlərini uyğunlaşdırın. mərhələləri ilə uyğunlaşdırın. Şagird keçirilən şeiri əzbər söyləyə bilir. Hə, keçirilən Şeirin şeiri mətnə çevirə bilirlər. Orada sözləri ümumi mənasını başa düşür. Şagird səyahət etdiyi şəhərlər arası məsafəni hesablayır. Deyir ki, söyləyə bilir, əzbərçidir də. şagird əzbər söyləyirsə bunun tətbiq edir də. Yox, əzbərcə deyirsən də olduğu kimi, şeir axımı olduğu kimi deyilir. Sən özündən sözlər, anladığın kimi nağıl edib demirsən, düzdür? Onda bu nə olur müəllim? Xatırlamaq. Bəli, sadəcə olaraq xatırlayıb deyirsən də, olduğu kimi söyləyirsən. Xatırlayırsan. Hə. Şeiri məsələ çevirə bilirlər. Başa düşmək. Şeirdəki sözləri, ümumi mənasını başa düşürlər. Başa düşürsə bu müəllim anlayır ki, başa düşür. Ay, sağ ol, anlamaq. 2C. Şeirdə səyahət etdiyi şəhərlər arası məsafəni hesablayır. Bu da tətbiq etmək. Düzdür. Cavabımıza burada baxırıq C bəndinə. 1A, 2C, 3B. İndi 7-ni oxu. Müəllim sinifdə müzakirə təşkil edir. Şagirdlərə sizcə hansı hallarda biz yox deməyi bacarmalıyıq və bu nəzakətsizlik hesab edilərmi? Sualını ünvanlayır, fikirlərini əsaslandırmağa tapşırır. Əsasən inteqrasiyanın biliyin növünü idraki. Müəllim, bax, burada sinifdə olur. Bu sinifdə baş verir. Sinifdə baş verir, düzdür. Amma yox deməyi bacarmalıyıq harda? Dərsdən sonra evdə, həyatda. Ay, sağ ol. Yox deməyi bacarmalıyıq fən üstü, həyatda. Fəndən bax, bu dəqiq əlaqələndir. Başqa fəndən əlaqələndirənməzsən bu yox sözün. Yox sözün nə hansı fəndən əlaqələndirirsən? Baxırsan ki, burada görsən fənin nə daxilində əlaqələndirmə aparırsan, nə də ki fənin arasında. Bunu yalnız həyatda yox deyirik. Bax, bu avtomatik, bu həyatla bağlıdır. Görsən, bu fən üstüdür. Ay, sağ ol. Konseptualdır, bir də dəyərləndiririk. Bəli, öz fikrimizi əsaslandırırıqsa, fikirlərini əsaslandırırıqsa, bu da dəyərləndirmək. C bəndi. Ona da diqqət yetirin. Baxırsınız fənlər arası, fən daxili yoxdursa, bu həyatda baş verə bilər də ancaq. Yox. Bunu həyatda nəzakətsizlik hesab edilmir. Deməli, bu fən üstüdür. 18. Hansı fikir doğrudur? Taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət edir. Deyir, taksonomiya refleksiyanın düzgün aparılmasına xidmət edir. Yox, refleksiya bu doğru deyil də. B-yə bax. Taksonomiya təlim məqsədlərini düzgün planlaşdırmağa imkan yaradır. Refleksiya dərsin sonunda, bilirsiniz nədir? Dərsin sonunda ki, uşaq özünü qiymətləndirmə aparır. Yadınızdadırsa, interaktivdə keçmişik, keçəcəyik. Üsuldan istifadə edirik, şagird nə bilir, bilmir, onu eləyiriksə, bu yəni refleksiya ilə o qədər də xidmət etmir də. Amma taksonomiya təlim məqsədlərini düzgün planlaşdırmağa imkan yaradır. Bəli, taksonomiya bu doğru fikirdir, B bəndi. Sonra keçirik 19-a. Məktəbin rəqs dərnəyinə qoşulan şagird
müəllimin hərəkətlərini izləyərək rəqs etmələrini təkrar edir. Müəllimə baxıb eləyirsə bu imitasiyadır. Ay sağ ol, imitasiyadır. Hərəkətlərə canlı olaraq görür edirsə imitasiya. 20. Rəngli kağızların lazımsız parçalarından səmərəli istifadə edərək zərif naxışlar hazırlayan şagird. Müəllim burada özü təbii edir və tək eləyir. Bax, yox. Deyir ki, rəngli kağızların lazımsız parçalarından səmərəli istifadə edərək zəif naxışlar hazırlayır. Nələrsə düzəldiriksə, qurarıqsa, yaradırıqsa, dedik hansıdır? Özümüz eləyirik də, mən kimsə eləmirsə, özümüz eləyiriksə, dəqiqlikdir da. Yox, dəqiqlik, bax, bayaqdan deyirik, yox, yaratmırıq. Yaradırıqsa artikulyasiyadır. Nələrsə hazırlayırıq, düzəldiriksə, saat deyir, burada məsələn, hansısa məqam versə ki, səhvlərini minimuma endirmək istəyir, özü tək başına edir, onda götürərdin dəqiqlik. Amma burada nələrsə yaradırıq, nələrsən də istifadə edirik. Məsələn, lazımsız tullantı materiallarından nəsə bir əşya düzəldirik. Bu da artikulyasiyadır. Nəsə düzəldirik, yaradırıqsa yadınızda qalsın, artikulyasiya götürürük. Yadınızda qalsın bilə. Hə, artikulyasiyadır. Bax, hər hansısa bir-iki əşyanı birləşdiririksə, bu da artikulyasiyadır. Bir neçə işi birdən görürüksə, bu da artikulyasiyadır. Yadınızda qalsın. Sonra 21. İdraki sahəni dəyərləndirmək mərhələsi haqqında verilənlərdən hansı doğru deyil. Yuxarı təfəkkür səviyyəsinin mərhələsidir. İdraç sahəsi. Yuxarı ola bilər də müəllim, idraç. Dəyərləndirmək, bəli, yuxarı mərhələsidir, düzdür. Bu getdi. Meyarlar və standartlar əsasında mühakimə etmək kimi xarakterizə edilir. Meyarlar və standartlar əsasında mühakimə edirik də. Bu doğrudur. Bu da düzdür, bəli. Müəyyən mövqeyi yaxud qərarı əsaslandırmağı tələb edir. Müəyyən mövqeyi yaxud qərarı. Qərar verirəm və onu əsaslandırır. Bəli, bu da doğrudur, müəllim. Düzdür, bəli. Əldə olunan ideyanın məntiqliyini yoxlamağı tələb edir və bu da doğrudur. Bəli. Müəllifin mövqeyini müəyyənləşdirməyi tələb edir, bu yanlışdır. Ay sağ ol. Müəllifin mövqeyi müəyyənləşdirirsə, əsaslandırırsa təhlil etmədi. 25-ə qədərdir də səndə. Oxu. Neçəsini oxudun Elmina müəllim? Siz neçəsini? Vallahi müəllim, yalan deyərəm. Elmina müəllim çox oldu. Elə, eyb yox. Dilbər müəllim, oxumusan sən? Müəllimə, olar mən oxuyum, sonra çıxım, mən getməliyəm. Hə, buyur oxu, buyur. 22-dən oxuyum da. Şagirdlər 50 il sonra planetimizin şirin su ehtiyatı ilə bağlı qarşılaşa biləcəyi problemləri araşdırır və gəldikləri nəticələrə əsasən necə davranmalı olduqlarını müəyyənləşdirirlər. Verilmiş tapşırığa əsasən inteqrasiyanın, biliyin növünü və idrak sahəsinin mərhələsini müəyyən edin. Hə, bu burada fən üstüdür də. Ay sağ ol. Çünki uşaqlar bunu insanlarla söhbət edəcəkdir. Evdə valideynindən ki, məsələn, şirin su ehtiyatı ilə bağlı qarşılayacağı problemi soruşacaqdır. Evdə bunu valideynindən də soruşa bilər, bacısından, qardaşından, atasından və yaxud da ki, çöldə qonşudan hətta belə insanlardan maraqlanacaq. Artıq bu oldu fən üstü, düzdür. Burada deyir ki, necə davranmalı olduqlarını müəyyənləşir, bunlar təhlil eləyirlər. Fən üstü konseptual təhlil eləmək. Düzdür, 22 B bəndi, 23. Uyğunluğu müəyyən edin. Ekologiyanın çirklənməsinin qarşısının alınması ilə bağlı orijinal təqdimat hazırlayır. Orijinal təqdimat hazırlayır. Yeni təqdimat. Bir yaratmaq olar da. Ay sağ ol. Bir getdi E-yə. Yaxşı. Sizcə vəzifə və məsuliyyətin insan həyatında hansı mühüm rolu var?
vəzifə məsuliyyətin insan həyatında bu təhlil edir də, bir-birindən təhlil edir. Bəli, hansı varsa təhlil etmədir, düzdür. Oxuduğunuz əsərlərdən analogiyaya aid nümunələr gətirin. Analogiyada anlamaq. Düzdür. Nümunələr gətirirsə, deməli anlamaq olur. B. İnsanın uğur qazanmasında emosional zəkanın rolu vacibdir fikri. Burada emosional əsaslandırma, bu da dəyərləndirmədir. Deməli 4 də olur. Sonra D bəndi. 1Y, 2C, 3B, 4C. Burada əslində heç düzgün cavab yoxdur, amma E bəndini götür. C yazmayıblar da, 4-də D yazmalıydılar. C yazıblar. Hə, onu işarə eləmişəm. D yazıb. Hə, 4-də bax. Müəllim Xürrəmlər hərəkatını tədris edir və şagirdlərə Məmmədxanlının Babək əsərində baş obrazı tarixi şəxsiyyət kimi necə təqdim etdiyini müəyyənləşdirməyə tapşırır. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü burada müəllimlər arası da Xürrəmlərlə Babək əsəri. Tarixlə ədəbiyyat. Sonra onu müəyyənləşdirir, təhlil edir yəni. Bəli. O da gedir B variantına. Konseptual. Bir də anlamalıdır ki, də düzdür. 26 görsən, 25 görsənirsən də oxu. Mən də kitabdan da oxuyum. Hə, oxu. Müəllim sinif fəaliyyəti zamanı şagirdlərin bir-birinə rəy vermələrini təmin edir. İlk öncə rəyin dəstəkləyici olması üçün nələrə diqqət etməli olduqlarını izah edir. Bunun faydasını görən şagird gündəlik həyatında da strategiyadan istifadə edir. Bu şeydir. Hə, hansıdır? Təşkil etmə olardı, özünü idarə edir. Bəli, təşkil etmə hansı biliklə dedim əlaqəlidir? Metakognitiv. Yəni ondan əlaqəlidir. Özü üçün nəsə edir təşkil etmədə. Təşkil edir. 26-da oxu. Müəllim mövzunu tədris etməzdən öncə şagirdləri xəbərdar edir ki, səsləndirəcəyi mətndə boş buraxılan hissələr var. Siz həmin boşluqları tamamlamalısınız. Şagirdlərin bəziləri həmin boşluqları uğurla tamamladığı halda bəzilərinin diqqəti yayındığı üçün tapşırığı yerinə yetirə bilmir. Tapşırığı yerinə yetirə bilməyən şagirdlərdə affektiv sahənin hansı mərhələsinin inkişafına ehtiyac var? Diqqət qəbul etmə də qəbul edib. Bəli, diqqət yayındığı olub, qəbulu düzgün etməyib. Hə, oldu. 27-ni oxu, sən çıxa bilərsən. Mən elə ki, qulaq asıram, indi də qulaq asıram. Hə, narahat olma. Dilbər müəllim, buyur. Aşağıdakı tapşırıqlardan hansı idrak sahənin dəyərləndirmə mərhələsinə aid deyil? A. Heyvanlardan təcrübi məqsədlərlə istifadə olunmalıdırmı? Mövzusunda debatda iştirak et. Bu aid. Ay sağ ol. Demişəm debat sözü varsa dəyərləndirmədir mütləq. Hə, sonra B. Verilmiş maddələri fiziki və kimyəvi xüsusiyyətlərinə görə müqayisə et. Fiziki və kimyəvi müqayisə et. Burada nə edirik? Müqayisə ediriksə, mən bu aiddir. Nədir? Aid deyil, mən müqayisə edirəm. Ay sağ ol. Bu hansıdır? Fiziki və kimyəvini bir-birindən müqayisə ediriksə hansıdır? Təhlil edirik burada. Analiz edirik. Deməli, yanlış olan, aid olmayan B bəndi. 28-ə bax. Müəllim dərsdə sual-cavab sessiyası üçün qaydalar müəyyən edir. Şagirdlər qaydaları bilsələr də onlara riayət etmirlər. Ona görə müzakirə zamanı xaotik səs-küy yaranır. Bu situasiyaya görə affektiv sahənin hansı mərhələsində inkişafa ehtiyac var? Dəyərləndirmə, təşkil etmə, qəbul etmə, xarakterizə etmə. Bu B bəndində xarakterizə etmə. Bircə dəqiqə, bax deyir ki, burada müəllim dərsdə sual-cavab sessiyası üçün qaydaları müəyyən edir. Şagirdlər qaydaları bilir, qəbul edibdir, düzdür? Bilsələr də onlara riayət etmir.
Ona görə də müzakirə zamanı koetik səs-küy yaranır. Bu stasiyaya görə affektiv sahənin hansı mərhələsinin inkişafı var? Uşaqlar nə verə bilmir müəllimə? Qəbul ediblər. Cavab verə bilmir də, bəli. Deməli, onların cavab vermə mərhələsinin inkişafına ehtiyac var. Sonra 29 oxu. Müəllim şagirddən təhlükəsizlik qaydalarını nümunələr gətirməsini istəyir. Nümunələr gətirmək, bu tapşırıq İdrak Sahəsi Nazirliyi nümunələr gətirsə bu anlamaq. Düzdür, denə. Bəli, anlamalısan ki, nümunə gətirməlisən. Nümunələr gətirsə anlamaq deməli. Bəli, bəli. 30-u, bir də 30 idi. 29, 30-a baxırıq. Şagird canlı qalıqlarının fiziki quruluşunu nümunələrə izah edib. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növü idrak sahəsinin mərhələsinə bu nümunələr gətirilsə bu anlamağa aiddir. Ay, sağ ol. Sonra. Fənlər arası müəllim. Ay, sağ ol. Fənlər arası bir də hansı olacaqdır? İzah var. Düzdür. Konseptualda izah var. Düzdür. Bax, canlı qalıqların fiziki quruluşuna nümunələr gətirirsə, başqa fənlərlə əlaqələnəcək. Fənlər arası konseptual, bir də deməli anlamaq. 31-i də oxu. İdraki sahəni tətbiq etmək mərhələsi ilə bağlı fikirlərdən hansı yanlışdır? Prosedural biliklərdə əlaqəli olur. İdrak sahəni tətbiq etmək mərhələsi bağlı fikirlər. Bu aiddir. Bəli, tətbiq etmədi, düzdür. Bu gedir. Həm əvvəlki, həm də yeni taksonomiya variantda eyni sırada yer almışdır. Həm əvvəlki, həm də yeni taksonomiya, bu da doğrudur. Düzdür. Anlama mərhələsi ilə sıx bağlıdır. Bu da doğrudur. Bəli, anlamalıyıq, taksonomiyanın aşağı təfəkkür səviyyəsinə aiddir. Bu da doğrudur. Şagirdlərin yeni həll yollarını axtarmağı tələb edir. Bu yanlışdır. Yeni sözü varsa hansıdır? Yenidə nə gətirir? Yeni sözü varsa yaratmaqdır. Ay, sağ ol, yaratmaqdır. Vəfa müəllim, buyur oxu 32-dən. Neçəli müəllimimiz qalıb? Sədaqət müəllim, Aygün müəllim, Elmina müəllim oxudu, Günay müəllim oxudu, Dilbər müəllim, Sayal müəllim oxumuşdunuz. Bəli, müəllim oxumuşum. Hə, Vəfa müəllim oxumayıbdı, bir də Səriyəz müəllim. Hə, siz də oxuyun. Vəfa müəllim, buyur. Vəfa müəllim yoxdur, Səriyəz müəllim, buyur. Buradayım müəllimə. Hə, buyur Vəfa müəllim, buyur. Oxuyum müəllimə. Buyur. Deməli, 33-dən. 32-dən başla. Şagird sevimli musiqi növünün... Vəfa müəllim, 32. Əlinin planlaşdırılmış işi, şəraiti və vaxta uyğun səmərəli şəkildə dəyişə bilməsi, komandanın məqsədə çatdırmaq üçün motivasiya etməsi ilə seçdiyi üçün bu yarışda da onu lider seçdilər. Bu zaman şagird affektiv sahənin hansı mərhələsinə uyğundur? Hansına uyğundur? Bu müəllimə, xarakteriz etmədə, yəni ona uyğun olduğu üçün müəllimə. Uşaq belə necədir? Həmişə iş şəraitini vaxta uyğun səmərəli şəkildə dəyişə bilməsi. Çünki bunu hər zaman edir. Bu bunda bacarıqdırsa, bunda xarakterdir artıq. Deməli, onu lider seçdilər, xarakteriz etmədi, düzdür. Şagird sevimli musiqi növünün araşdırılması ilə bağlı məlumatı barqrafın köməyi ilə təqdim edir. Bu tapşırıq idrak sahəsinin hansı mərhələsinə uyğundur? Deməli, bunu araşdıraraq tətbiq edir, deməli, tətbiq etmək. Bir şeyin belə köməyi ilə edirsə, tətbiq edir, düzdür. Müəllim sinifdə çaldıran döyüşünün Azərbaycan və ümumi tarixinə təsiri mövzusunda debat təşkil edir. Deməli, bu tapşırıq Bloom idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Çaldıran döyüşün Azərbaycan və ümumi Türk tarixinin təsiri mövzusunda debatdirsə, müəllimə, dəyərləndirmə. Debat harada görürsünüzsə, heç nəyə baxmayın, dəyərləndirməyə götürün. Hə, 35. Müəllim şagirdlərə alternativ enerji mənbələrinin
istifadəyə aid layihə hazırlamağı tapşırır. Deməli, bu layihə varsa müəllimə yaratmaqdır da, yeni Ay nəsə. sağ ol. Alternativ, yeni varsa yaratmaq düzdür. Ay, Aşağıdakı suallardan hansı xatırlatma mərhələsinin sualı ola bilməz? Deməli, xatırlatmaq. Vaterloo döyüşü nə vaxt? Bu xronologiya varsa bu doğrudur müəllimə. Düzdür. Məhəmməd Füzulinin fars dilində yazdığı əsərləri hansılardır? Bu əsər adlarıdır. Bu da doğrudur. Bəli. Dünyanın ən yüksək zirvəsi hansıdır? Bu da doğrudur. Şeir əzbərləmək üçün hansı yollardan istifadə doğru olar? Bu olardı müəllimə yəqin. Bəli, bu metakognitivdir. Hansı yollardan istifadə edirsənsə, onu deyirsənsə metakognitiv. Bəli, 37-dən başda Səryəz müəllim, sən oxu. Müəllim müzakirə şəkildə dünyada içməli su çatışmamazlığında dərs təşkil edir. Partiyə qoyulan məqsəd şəxsi bu məsələyə münasibətini bildirməyə səmə etməkdən ibarətdir. Şagird bulunmuş İslam olanın hansı mərhələsində? Burada müəllim Fikir bildirəcək, öz fikrini, münasibətini öz edəcəksin. Hə, hansıdır? Yaratma. Yox, özün münasibət bildirəsən burada, qiymətləndirəsən, fikir bildirəsən. Öz fikrimizi əsaslandırırıqsa, dəyərləndiririksə, deyiriksə öz fikrimizi və başqalarının fikri yox, başqa faktlara əsasən nümunələr gətirmirik, təhlil etmirik. Dəyərləndirmək mi? Hə, bu dəyərləndirməkdir, yadında qalsın. Öz fikrini deyirsə, dəyərləndirməkdir. 38-ə bax. Verilən tapşırıqlardan biri idraki sahəni tətbiq etmə mərhələsinə aiddir. Hə, tətbiq etməni tapırsan. İdraki sahəsi tətbiq. Verilənlər arasında yanlış hökmünü müəyyənləşdir. Əldə etdiyi məlumatda təlimat hazırlayır. Başdır. Əldə etdiyin məlumatların arasında təlimat hazırlayırsan, qurursan, düzəldirsən, hazırlayırsansa, bizdə var da bu məlumat. Biri var, olmasa götürürük bunu yaratmaq. Məlumata baxmadan, heç bir şeyə baxmadan ediriksə bu yaratmaqdır. Əlimizdə heç bir məlumat yoxdursa. Amma hər hansısa əlimizdə bir məlumat varsa, ona görə təlimat hazırlayırıqsa, deməli bu olur tətbiq etmə, icra edirik də artıq. Cavab olur hansı? B variantı. Hə, doğrudur. 39. Şagird riayət etməli olduğu nizam-intizam qaydalarını sadalayır. Tapşırıq idraki sahəsinin hansı mərhələsinə uyğundur? Sadalayırsa burada sadəcə olaraq olduğu kimi sadalayır. Yadına salır. Xatırlamaq mən. Az sağ ol. Yadına salır. Sadalayırsa deməli xatırlamaqdır. Sonra 40-a da bax. 41. Şagird insan həyatı üçün əlverişli təbii amilləri qruplaşdıraraq təsvir edir. Bu situasiya bulunur idraki sahəsinin hansı mərhələsinə uyğundur? Öz beynində canlandırır, təsvir edir. Hə. Tətbiq etməkdir mən. Yox, öz beynimizdə qruplaşdırırıq, təsvir ediriksə bu nəyə əsasəndir? Hazırlamaq. Yox, nəyə əsasəndir? Bunu anlamaq üçün edirik. Artıq anlayırıq da. Bayaqdan düşünürsən. Bunu nə üçün eləyirsən ki, başa düşəsən, anlayasan. Sən bunu əgər beynində təsəvvür fikirləşirsənsə, sənin anlamağındır. Təsvir edirsən ki, bu nə ola bilər? Bu sənin anlamaq mərhələndir, yadınızda qalsın. Burada sən nə isə olduğu kimi demirsən, nəsə çəkmirsən, nəsə icra etmirsən ki, deyəsən ki, tətbiq etmə. Nəsə yeni bir fikir də demirsən. Sadəcə anlamaq üçün beynində fikirləşirsən, təsvir edirsən ki, bunların hansıdır? Bunu nə üçün edirsən? Anlamağın üçün. Düzdür? Artıq bunu qruplaşdır. Bax, düşündün öz beynində. Avtomatik olaraq düşündünsə, artıq anlamaq üçün düşünürsən. Deməli olur anlamaq. 41-ə də bax. Mədəniyyətlər arası münasibətlərdə əxlaq və davranış normalarının ümumi bəşəri əhəmiyyətini qiymətləndirir. Tapşırıq ibraz taksonomiyasının hansı mərhələsinə uyğundur? Qiymətləndirir. Burada dəyərləndirməkdir. Ay, sağ ol.
Artıq dəyərləndirmək götürürük. Deməli, baxın, burada 60 dənə testdir. 41-dən sonra 19-u qalır. Bunları zəhmət olmasa işləyib qrupa cavablarını atarsınız, baxarıq. Əsasdakı Dilbər müəllimlə Səriyəz müəllim. Bunları işləyib atırsınız, görüm neçə düzünüz səhviniz olacaq. Burada biraz çətinlik çəkirsiniz. Yaxşı, oldu müəllimə. Gələn dərsimizdə, burada bir də bu təfəkkürə aid ixtisas testləri var. Hər öz ixtisasına aid olanları edə bilər. Məsələn, fiziki tərbiyə özünkü, musiqidir, riyaziyyatdır. Baxın, veribdir. Fiziki tərbiyyəyə görə də 3 dənə test veribdir. Bunları da işləyib atarsınız, hər öz fənninə uyğun. Bax, sonra test 2-ni işləmişik, 5-i. Gələn dərsimizdə 5-imizi işləmişdiniz müəllimlər, sınaq 5-i. Mən işləmişəm. Mən Sınaq 5-i Mən də işləyirsiniz, işləmişəm. onu qrupa atırsınız. Mən qrupda onu video izahla cavablandıraram sizə bilmədiklərinizi. Gələn dərs sizlə işləyirik metakognitiv bacarıqların formalaşdırılması, bunu təkrar eləyirsiniz. Bir də ki, inklüziv təhsili. 2 dənə mövzunu.